Əvvəla biz hadisəyə necə baxmalıyıq? İsrail dövlətini bizi necə qiymətləndirmə İsraili? Politologiyada da var. Bir var dövlətlərin təbii sərhədləri, bir də var dövlətlərin formal sərhəd. Formal sərhəd Azərbaycan o deyir tez-tez 86 kvadrat. Bu bizim formal sərhədimiz. Bir də var faktiki sərhəd, təbii sərhəd də deyilir. Bu nədir? Kəngərli körfəzi, Qaradəniz, Xəzər dənizi. Bu ərazidə, yəni açıq sulara hara qədər çıxa bilirsənsə, o ərazi dövlətin təbii sərhədi, politoloji anlamda deyir. Təbii sərhədi və bu sərhəddə nə baş verirsə, sənin taleyinə təsir edir. İsrail bizim təbii sərhədlərimizdə deyil. Yəni ora daxil deyil. Qətiyyən daxil. Bizim təbii sərhədə İranın ərazisi daxildir, Gürcüstan ərazisi, Ermənistan ərazisi, Türkiyənin bir hissəsi, Azərbaycan. Vəssalam, sən sağ, mən sağlama. Bizim İsraillə nə geopolitik yaxınlığımız var, yəni biz eyni coğrafiyada deyilik. İndi İsraillə Azərbaycan münasibət. Bəzi biz iki dövlət, bizim ən böyük neft alıcımız İsraildir. Bizim ən çox silah tədarik elədiyimiz, kənd təsərrüfatı məhsulları və s. İsrail. Yəni İsraillə bizim qarşılıqlı bir ticarət faydalı əməkdaşlığımız var. Bəzi siyasi məqsədlərdən də İsrailin dəstəyindən istifadə edilir. Amma bugün baş verən hadisələrə biz hansı aspektdən baxmaq istəyir? Siyasi aspektdən, hüquqi. Gəlin birinci hüquqi aspektdən baxaq. Bugün İsrailin və Amerikanın İranın daxili işlərinə qarışması, onun nüvə enerjisindən istifadəsini qadağan etməsi, oraları bombalaması, Trumpın deməsi ki, körpüləri yandıracağım, elektrik stansiyasını vuracağım. Bunlar beynəlxalq hüquqa uyğundurmu ya? Yox, bunlar hamısı cinayət. Bu bir getdi. İkincisi, bu hələlik neçə ki BMT var, beynəlxalq hüquq var. Beynəlxalq hüququn əsas şərtlərindən biri nədir? Beynəlxalq münasibətlər zorakılıqdan imtina. Bir kəlmə deyir ki, sən atom enerjisi istifadə edin, dərhal ondan sonra bomba dökür. Yəni tərəflərə baxanda hüquqi pozğunluğa yol verən Amerika ilə İsraildir. Bunlar vaxtilə eyni ittihamla İraqı da dağıtdı. Dedilər orada kütləvi qırğın silahı var. Gəldilər tapmadılar. Eyni şeyi istənilən adama demək olar ki, yox, sən orada bir falan şey eləyirsən, o Krılovun quzu və qurt məsələsi. Yox, sən bunu eləyirsən, qutardıq. Mən gəlsən, birincisi kim Amerikaya və İsrailə ixtiyar verib ki, hansısa bir ölkə nüvə tutaq ki, tədqiqatı nüvə silah əldə edib, sən onu qadağan etsin. Niyə? Niyə qadağan eləməlisən? Tetçer deyir ki, nüvə silahı bir müdafiə silahıdır, hücum silahıdır və bugün dünyada əlindən en qədər, məsələn, SSR-nin əlində olan nüvə silahı kəsdə yoxdur. SSR dağılmadı, parçalanmadı. Bu nüvə silahının nə kimi rol oldu ki? Heç bir rol olmadı ki, düzdürmü? Və ya da bugün düşmən dövlətlər və müharibə aparır. Kim nüvə, düzdür, Rusiya deyir, nüvə silahı atar, amma heç nüvə silahı atmaz axı. Yəni, bu bir bəhanə idi. İran inkişaf edirdi. Müəyyən mənada özünə məxsus bir ideoloji siyasi yolculuq. Və bugün İranda baş verənlər hamısı görə Amerikan. Bizim ən böyük faciəmiz nədir? Zahir bəy. Biz İslam dünyasında nə baş verir və mütərəqqiyə, qeyri-mütərəqqiyə mütləq bunu xarici faktorlarla əlaqələndirmək istəyirik. Sanki İranda baş verən rejimin İran xalqına aidiyyatı yoxdur, ənənəli. Qardaşım, ilk dəfə, bax, mən sizə yadıma salmaq istəyirəm. Ameydilər 9-cu əsrdir. Ameydilərin rəsmi dini şiəli olub. 9-cu əsrdə və İran ərazisinin böyük hissəsi də Ameydilərin tərkibindədir. Yəni, bu şiəlik bugünkü o vaxt nə İngiltərə dövləti var, nə Fransa var idi. Yəni, belə bir primitiv şəkildə idilər. Yəni, bugün İranda tutaq ki, bir şiə dövlətinin yaradılması, məsələn, 16-cı Toynbee Şah İsmayıl Xatay haqqında bilsən nədir? Deyir ki, Şah İsmayıl Xatayı 16-cı əsrdə şiə inqilab elədi. Onda Fransa, İngiltərə yox idi ki, bu bölgədə, bu İranda son 1000 ildə bir şiəlik deyilən bir ideologiya inkişaf edir. Siz deməksiniz, 70-ci illərdə bu sosial sifariş idi. Yəni, şiə inqilabı, İslam inqilabı, İranda sosial sifariş idi. Baxsan, İran inqilabını əgər təhlil eləsək, orada birinci sosial inqilab başladı. Ondan sonra ideologiyalaşdı və tudətçilər orada ən böyük işi görənən və tudətçilər idi. Müəyyən bir müddətdən sonra İranda bir prosovyet rejiminin yaradılması, demək, xarici müdaxilə var. Avropa necə müdaxilə elədi? İranın bir Sovyetə yaxın komünist bir rejimi olmaqdansa, qoy bir dini rejim olsun. Sərdar bəy, siz 10 əsr əvvəli deyirsiniz, mən başa düşürəm. 20-ci əsrdə orada xalq, İran xalqı sifariş edirdi ki, bizi mollalar idarə eləsin. Belə bir istər. Bizi mollalar idarə eləsin. Mən izah edirəm axsanı.
bu şaha qarşı hərəkatın başında duran demokratlar və tudətçilərdir. Mən demək istəyirəm ki, yəni xarici müdaxilə var. Amma Avropa İranın həmin qüvvələrin əlinə keçməsini razı, çünki həmin qüvvələr Rusiya tərəfindən dəstəklənir. Demək xarici müdaxilə var. Burada geopolitik oyun getdi. Geopolitik oyunda vacib deyildi ki, Xameyni elə olsun Amerikan agenti. Baxdılar ki, burada bir dini rejim gəlsə, iki aspektdən xeyirdir. Bir, Rusiya ilə mütləq məsafə saxlayacaq. İki, İslam dünyasını parçalayacaq. Yəni bu rejim gücləndikcə Sünni şiəlik kontekstində İslam dünyası ona görə şiəliyi müdafiə elədilər. Amma yox, sən dedin ki, bunu Amerikanın xüsusi idarələrində yaradılır. Mən sənə tarix ona görə misal çəkdim ki, yox, Sərdar bəy üzr istəyirəm. Bu adam Bursada yaşayanda 3 böyük. Sərdar bəy, bu adam Bursada yaşayanda onu hansı xüsusi xidmət orqanları qoyurdu? Nəcəfdə yaşayanda kim qoruyurdu? Parisdə yaşayanda kim qoruyurdu? Rusiyanın dövlət təşkilatı xidmətinin ən yüksək rütbəli məmurları var ki, onlar elə KGB-nin əleyhinə çıxdılar. KGB-yi Amerikanın tərəfindən keçdilər. Yəni bir adamı kimsə müdafiə edirsə, o demək deyil ki, özdə bu yaxın taxtda belə hadisələr çox olur. Bir dövlət bir adamı hakimiyyətə gətirib, sonra o adam elə həmin dövlətin əleyhinə çıxır. Mən başa düşürəm. Yəni demək istəyirəm, üzvü bir bağlılıq yoxdur oradakı xalqa. Burada dediyim kimi geopolitik maraqlar baxımından Avropa gördü ki, burada bir dini rejimin olması bir komünist rejimin olmasından xeyirlidir və sən indi bir söz dedin ki, 79-cu ildə biz o qədər heç maraqlanmırdıq İrandan. Çünki niyə SSR maraqlandı, Moskva maraqlandı. Azərbaycan xalqına marağı yox idi ki, SSR-in Rusun marağı var. Rusun özünün Azərbaycan parçalanmasıdır, nə bilim İranda 300 ildir Rusiya bir siyasət oyun oynayır və orada da rəqabət kim? Azərbaycan niyə parçalandı? Fransız, İngiliz, Rusların oyunların üstündə. İndi orada Fransızlarla İngilislər istəyir ki, İranı öz tərəflərini çəksinlər, Rusiya istəyir öz tərəflərini. Bu son inqilabda hadisələr başladı Ruspərəst qüvvələrin bilava. Çünki niyə Ruspərəst qüvvələr? Amerika kim idi? İran şahı. İran şahı bu bölgədə Amerikan jandarmı idi və SSR üçün böyük təhdidlərdən biri idi. Ona görə də şahın devrilməsində Rusiya maraqlı idi və Ruspərəst İrandakı da Rusiyaya üst tutan kommunistlər, sosialistlər, nəmtudətçilər bu inqilabı başlatdılar. Amma Avropa görəndə ki, proses Rusiyanın xeyrinə inkişaf edir, vaxtında müdaxilə elədi. Dindarlar da o prosesə qoşdu və tarazlığı dindarlığın xeyrinə sürünsədə dəyişdirdilər və Rusiyanın əlindən İranı çıxartdılar. Təzədən bu dəfə də bir dini rejim kimi Avropanın yanında saxlamağa nail oldular. İmkan vermədilər. İran yenidən Rusiyanın əlinə keçdi. Çünki İran Rusiyanın əlinə keçsəydi, biraz o Pyotr'un düzdə belə bir şey yoxdur, uydurmadı. Amma mifdir. İsti sulara çıxmaq. Artıq Rusiyanın belini dünyada düşə bilməzdi. Bugün dava ellər Hörmüz boğazı. Həmin Hörmüz boğazı olacaqdı Rusiyanın. İndi bununla bağlı üzr istəyirəm Sərdar bəy. Kim satdı nə demək istəyir? Biz eyni şeyi deyirik. Amma şiəliyin özündən mən konkret olaraq demək istəyirəm ki, şiəliyin 1000 illik bu bölgədə bir tarixi var. 3 böyük etapı var. Birinci etap Amedilərin vaxtındadır. Dövlət dini səviyyəsinə qalxıb. Ondan sonra Sünnilik inkişaf edib İranın arasında, xüsusən Azərbaycan arasında, sonra Şah İsmayıl Xətərin dövründə özdə bu klassik şiəlikdə elə qızılbaşlıq yaranıb. O da şiəliyin tamam bir elə inqilab deyəndə orada iki məna tutulur. Bir, ilk dəfədir ki, Şah İsmayıl dünyada ideoloji əsasda imperiya yaradıb. Bir də şiəliyi tamamilə türkçülüklə sintez edib qızılbaşlıq yaradı. Qızılbaşlıqla klassik, bax bugünkü İrandakı şiəlinin heç bir əlaqəsi yoxdur. Doğru. Necə ki, Ələvilərin əlaqəsi yoxdur. Baxmayaq ki, Ələvilər də şiəli. Amma heç oxşar bir tərəflər yoxdur. İkinci bir inqilabı ondan ibarət yenidən bir dalğa kimi şiəli gəldi. Bəli, bir hadisə baş verir. Mən sənə bir şey deyim də, Qədir bəy. Buyurun. O hadisədən hamı bu və başqa da öz marağını istifadə etməyə çalışır. Biri çox istifadə edib. Yəni bir çərçivədə, vaxtında çərçivədə durmaq məsələ, qabaqda durmaq məsələ. Bəzən elə olub ki, bəzi dövlətlər bir işi görüb, nəticəsi başqa bir dövlət gəlib çıxıb. İranda da baş verən hadisələrin əsas mahiyyəti bu idi. Burada qlobal güclər, İran şahını kim gətirmişdi hakimiyyəti? Elə həmin qüvvələrdə İranda hadisələr gördülər ki, Amerika tərəf sürüşüb, çıxıyla çalışdılar ki, Rusiya təzədən o səhvini düzəlsin. Bilirsiniz, hətta İranın adını belə Rusiya qoyub. İndi Sərdar bəy, sizin fikrinizin dəstəyi olaraq... İran dövlətinin adını Rusiya təkid edib, biləsən. Sərdar bəy, sizin fikrinizin dəstəyi olaraq yenə də tarixi məqam yetişib, biz də öz marağımızı buradan əks edib çıxartmalıyıq. Gəlin belə, indi mən bayaq maraqlanmışım artıqından dedik. Deyə bizdə bir atalar müsabiqə deyir, özün didiciyə vermə. Biz İranda
İranı dəyişdirmək, öz gücümüzdən dəyişdirməliyik. Biz İranı Sərdar bəy, başqalarının... gücümüz Yox, yoxdur. bir dəqiqə. Azərbaycandan söhbət getmir. 50 milyon Azərbaycan türküdən. Orada nə iş görülüb Sərdar bir bəy? dəqiqə. Gəlin konkret danışaq. Bizim o böyük səhvimizdir. Birincisi, sən bayaq dedin, biz dünya siyasətində dövlət kimi yeni qədəm qoymuşuq. 30-40 illik bir böyük bir tarixsəli, 2-3 min il tarixi olan dövlət. Çindən danışıram, 5 min ildən artıq tarixi var. Yunanların 5 min illik tarixi var. Bizim elə özümüz hələ dövlət kimi uyuşmamışıq da. 50 cür eksperiment gedir. Cənubi Azərbaycan məsələsini də milli səviyyə qaldıra bilməmişik. Bizdən qat-qat balaca dövlətlər var ki, daha çox iş görüblər. Rusiyanın özünün ruslarla bağlı apardığı siyasətə bax da, neçə dənə qərarlar qəbul ediblər, nə ediblər. Bizim dövlətimizin ən böyük səhvlərindən biri Cənubi Azərbaycan məsələsini özünün qlobal siyasətdə hədəf kimi götürməməsi, istifadə etməməsidir. Beynəlxalq Amerika ilə münasibətlərdə, Türkiyə ilə münasibətlərdə, ərəblərlə münasibətlərdə Cənubi Azərbaycan məsələsi bizim üçün bir nömrəli bir alət olmalıdır. Yəni məqsədimizə çatmaq üçün həm də elə Cənubi qardaşlarımızı müdafiə etmək baxımından. Bu barədə biz bu bölgədə nə Amerikanın, nə İngiltərin, nə Fransanın, nə də İsrailin hər hansı bir şəkildə İranı qalib gəlməsinin tərəfdarı ola bilmərik. Çünki niyə? Sərdar bəy, bizdən asılı bir şey deyil. Biz arzularımızı bildirə bilərik. Deyə bilərik ki, olmasın. Baxın, o bir məşhur məsələ var ki, quş gəlir dimdiyində bir damcı su tökür, deyir ki, neyə inirsən? O alovu söndürməz. Deyir, mən də bilirəm, mən söndürüm. Amma qoy bir. Sərdar bəy, bu təmsillə xilas olunması bir şey deyil. Bir dəqiqə quraq. Biz burada bizi dinləyən adamlara bu baş verən hazırda doğruducu mövqe formalaşdırmaq istəyir ki, münasibətimiz necə olmalıdır? İranla birincisi, ümumi götürsək, qlobal siyasət baxımından beynəlxalq münasibətlərdə zorakılıqdan istifadənin əleyhinə çıxmalıq. Çünki niyə? Beynəlxalq hüquq bunu qadağanlayır. İkincisi, Azərbaycan xalqının yaxın tarixində eyni başına gəlib bu hadisə. Fərqi nədir ki, İsrail gəlib İranı işğal edir, Ermənistan gəlib Azərbaycanı işğal edir. Zorakılığa qarşıyıq. Təbii ki, belədir. Bu ikincisi budur. Yəni, taleyimizdə yaşam. 3. Bizim qonşuluğumuzda münaqişənin genişlənməsi, davam etməsi birinci növbədə Farslardan çox Azərbaycan türklərinin əleyhinə. Çünki oradakı Azərbaycan türkləri daha çox zərbəyə məruz qalacaq. Amma münaqişələr heç də hər dəfə xalqın ziyanına deyil, əleyhinə deyil. Çünki elə münaqişələr var. Onun nəticəsi çox müsbət olur. Baxın, bəşər tarixində elə bir münaqişə olmayıb ki, o hansısa bir xalqı xeyrin olsun. Bəzən qələbə əldə olunubdur, amma o qələbə, belə bir məşhur söz var, deyir ki, bəzən məğlubların vəziyyəti qaliblərdə qibdə yaradır. Sərdar bəy, nümunəsini deyim, 2-ci Dünya müharibəsi Almaniya məğlub oldu və o münaqişənin nəticəsi olaraq sizin də bayaqdan xatırlatdığınız fransızlarla almanların, ingilislərin və s. qarşı durması 1000 illik bir səhifəni bağladılar, bir Avropa Birliyi yaratdılar, bugün çiçəyin, yağın, balın içində yaşayırlar. Mən də demək istəyirəm ki, bu münaqişə ki var, siz də beynəlxalq hüquq deyirsiniz. Beynəlxalq hüquq 80 ildir yaranıb, bu sonuncu beynəlxalq hüquq. Onun yaranmasının nəticəsi siz nədir? Qanunla yazılıb. 47 milyon insan öləndən sonra götürüb beynəlxalq hüquq yazıblar. Demək istəyirəm ki, qanun nə demədi? Mən demək istəyirəm ki, üzr istəyirəm, Sərdar bəy. Yəni savaşlardan sonra yaranır. Mən sənə bir şey izləyirəm. Qanun nə demədi? Qanun mövcud münasibətlərin rəsmiləşdirməsi demək. Müharibə oldu. Dünyada bu oldu. SSR ilə kapitalizmlə sosializm qarşıdurması oldu. Onda dedilər ki, növbəti, sən dedin 40 milyon, növbəti 100 milyonun ölməməsi, gəlin bir dənə dünyada bir nizam yox. Dedilər, daxili işlərə qarışmaq olmaz, sərhədlərə toxunmaq olmaz, beynəlxalq münasibətlərdə zor bir dəqiqə. Artıq 60-70 ildən sonra sosializm yox oldu. Yəni o hüquq bu iki sistemi saxlamaq üçün. Sistemin biri yox olub gedir. Zaman aşınmasına məruz qaldı da. Yox, artıq o qanun heç bir münasibəti tənzim etmir. Çünki tərəf yoxdur axı. Tərəf bir də tərəf var. İndi hamı deyir, beynəlxalq hüquq dəyişilməlidir, BMT reform olacaq. O nə deməkdir? Elə budur da. Müasir münasibətlər forması var ha. Müasir münasibətləri artıq rəsmiləşdirmək lazımdır. Burada İndi keçid dövrüdür, yəni yeni dünya nizamına keçid dövrüdür. Bəzi dövlətlər çalışırlar ki, bu keçid dövründə çoxlu torpaq əldə eləsinlər, pul əldə eləsinlər, nüfuz dairələri əldə eləsinlər. Xüsusən Trump'ın bütün, baxın, Kubanı istəyir, Grenlandiyanı istəyir, Hörmüz boğazını istəyir, hələ deyir ki, bundan sonra bəzi Asiyada gedəcək. Yəni nədir? Amerika istəyir ki, dünyanın bütün strateji, kommunikasiya vasitələrini hamısına nəzarət eləsin. Grenlandiya buna görədir.
Hürmüz de buna, İran muharebesi de buna göre. Niye? Sonradan dünya nizamı ki yaranacaq, yeni dünya nizamı. Deyəcək, bu reallık budur. Fransa abi mənim... Diktə eləsin. Bəli, Qanun dominantlı yok, eləsin. qanun elə olsun ki, artıq onlar olsun Amerikanın dədə-baba malı. Məsələ burasıdır. Bəli, bəli. Ona görə də bu müharibələrin arkasında deyilənlərin heç biri durmur. Ay atom bombası belə gəldi. Təbii ki, atom Aynen. bombası məsələ Aynen, deyil. boş söhbət. Onsuz da o atom bombasının təsisatları Bəli. Amerika qoyub gedib. Hətta İran 79-a qədər. atom bombası tədqiqatları aparmasaydı belə, Bir məsələ tapıb onu mütləq Təbii bir ki. dənə necə Səddam başına oynatdılar, belə bir məsələ tapıb gəlib İran dağıdacaqdılar. Çünki niyə? Yaxın şəkildə İraq artıq Amerikanın əlindədir. Suriya, birisi də bu üç dövlət, Şeytan Suriya, üç bucağı Liviya, deyirlər, Amerika, bəli. SSR-in əlindədir. SSR dağılandan sonra bunlar müstəqil siyasət apardılar və hətta bəs ideyasını verdilər. Ərəb birliyini Bəli, yaradım. bəli, Ərəb Yadva gəldi. millətçiliyi. Əsas liderlər kimdir? Səddam Hüseyn idi. Səddam idi, atası, ata Qəddafi Hafiz idi, idi. Hafiz Əsəd idi. Hafiz Əsəd xəstələndi, öldü. Oğlu onu davam elətdirirdi. İraqı məhv elədilər. Bu bölgədə diqqətlə baxın, yaxın şərqdə Amerikaya tabi olmayan, yəni əlaqələrini kəsən bir dənə dövlət var. O da İrandır. Türkiyənin özü də bilirsən, NATO'da Amerikanın müttəfiqdir. Səudi Ərəbistandır, Misirdir, nə bilim o birisi ölkələrin hamısı bəli, Amerikanın əlaltılarıdır. Amerika yaxın şərq projesi deyirləri, onu başa çatdırmaq üçün neyini? İranı da İndi Sərdar bəy, bu bizim- sirəyə qatmaq istəyir. bizim nə alternativimiz var? Hə, bizim alternatifimiz nədir? Biz birincisi Hüseyn Cavidin gözəl bir sözü var. Qutaran, kəsəcək hər hər kim tökülən qanını qanını qurtaran qutaran dahi dahi odur odur yeryüzünü. Birincisi biz hər hansı bir formada qanın tökülməsinin əleyhinə dünyanın harasında olur olsun. Amma bizim qonşuluğumuzda bu qan həm də bizim öz qanımızdır. Azərbaycanlıların qanıdır, Azərbaycan türklərinin qanıdır. İkincisi isə biz İranla elə bir siyasi coğrafiyada yerləşirik ki, İrana bir dənə iynə batırılanda onun ağzını biz də hiss edirik. Bax indi adi bir şey deyim, iqtisadi vəziyyətin pisləşməsi. Bizcə balaca İranda başqa çıxıbdı, Azərbaycanın günə qədər ticarət əlaqələr pozulur və qiymətlər qalxır və s. və s. Yəni bu bölgədə müharibənin olması Azərbaycan dövlətinin də maraqlarına ziddir. İstəyirsən qardaşımız Türkiyə gəlsin, burada müharibə aparsın İranla. Yenə də bizim maraqlarımıza ziddir. Yəni mən bəxt dedim axı Mən elə maraqlarım. düşünmürəm, Sərdar bəy. İndi siz Bu niyə bizim milli düşünmürsünüz? maraqlarımıza uyğun bir şeydir. Yox, Bu savaş yox, bizim müharibə milli heç bir xalqın maraqlarımıza milli uyğun. maraqlarına uyğun ola bilməz. Bax Sərdar bəy, icazə verək görək Qədir bəy onu necə əsaslandırır ki, bizim milli Bu yaxın maraqlarımıza şərqlə xas- bağlı Sərdar bəy dedi, İsrail bizim milli maraqlarımıza və ya strateji xəttimizə uyğun deyil. Mən bir şey xatırlatmaq istəyirəm. Biz Türkiyə ilə bir dövlətik də, qardaşıq. Bəli. Bir iki dövlət. Türkiyədə 1516-cı ildən sonra, yəni Mərcidabıq savaşından sonra girib ora və xəlifə titulunu götürüb o istiqamətdə və o torpaqlar Aralıq dənizinin şərq sahilləri, hal-hazırda ələlxüsusda ki, İsrailin yerləşdiyi torpaqlar bizim milli misaki milli sərhədlərimizə daxildir. Yəni düşüncələrimizdə, imperiya xəritələrimizdə sərhədləri. keçmiş imperiya sərhədləridir və Ondan da qabaq üzüdüm Daranın ərazisi idi. və bəli, bizim ora iddiamız yoxdur. Sadəcə bizim maraqlarımız məcbur edir ki, bayaq Sərdar bəy çox maraqlı bir mövzuya toxundu. Beynəlxalq sular. Qara dənizi dedi, Xəzəri dedi, Kəngəri dedi. Aralıq dənizini unutmaq olmaz. Bəs Türkiyə nəyin davasını aparır? Biz orada Axı biz Qara dəniz vasitəsilə artıq Aralıq dənizdə Qarada bir Yox, Aralıq dənizinin şərqini nəzərdə tuturam. Çünki o özəl bir şeydir. Heç təsadüf deyil ki, Türkiyə 74-cü il barış hərəkatını çıxartmasaydı, orada vəziyyət tamamilə fərqli olacaq. Yəni bir sözlə bizim ən strateji xəttlərimizdən biri yaxın Orta Şərqdir. Bu gün İsraillə olan münasibətlərimizi biraz daha artırmalıyıq. Heç təsadüfi deyil ki, türkmənlərin başçısı Azərbaycanlı seçildi, bilirsiniz. İraqda demək seçkilər nəticəsində mer seçildi. Bu Azərbaycanlıdır. Bunu Nadir Şah köçürdü bura və bu proseslər ümumi türk şuurunun, təhdəl şuurun oyanması ilə nəticələnir. Bunu Qumilyov da yazıb dəfələrlə. Biz obstruksiya dövrünü bitirdik. Artıq o şahlanış dövrü, yüksəliş dövrünə başlayırıq. Bu hava sükümü lazımdır. Bir də az öncə danışdığımız mövzu nə idi? Bu müharibə niyə müharibəsiz bunun başqa həlli yoxdur. Sərdar bəy unikal olan bir məsələyə toxundu. SSR-nin dağılması. Tarixdə ilk dəfə idi ki, bir imperiya güllə atılmadan dağıldı. Həqiqətən də bu oldu. Yəni
Sovet İttifaqı dağılanda 18 milyon üzv var idi Kommunist Partiyasının. 17. Bir nəfər belə çölə çıxmadı və orada o başda olanlar həll elədilər və o imperiyanı dağıtdılar, parçaladılar. İndi amma başqa bütün dövrlərdə hər hansı bir sərhədlər daxilində mövcud olan təhlükəsizlik arxitekturası yalnız savaşlar nəticəsində yoxa çıxır və dəyişir. Yalnız savaşlar nəticəsində. Bu savaşlar. Və bizim savaşım, bizim Bu eozitlərin üzü istəyir. Amma bu sən bu demirəm, amma sən eozitsən. Bu eozitlərin konsepsiyasıdır. Dünya yalnız müharibə və üsyanlarla dəyişə bilər. başqa cür yoxdur Ya axı. necə yoxdur? Siz deyin Qardaşım, zəhmət deyirəm olmasın. sənə. Buyurun. Çinin xarici siyasəti nəyə əsaslanır? Çin nəyə görə heç dünyanın ən savaşmır. çox... Yox, niyə savaşmır? Çünki o dedim də Podnebesnaya adlandırır. Ay Hər kəs ona Deməli savaşmadan da mövcud olmaq olar inkişaf elə. Çin dünyanı iqtisadiyyatda tutur. Heç əlin ağdan qaraya vurmur. Bir dənə güllə atmır ha. Amma iqtisadiyyatda bütün dünya Çinə möhtacdır. Mən sizinlə razıyam. Varımızdır bizim elə bir alətimiz. Yox, mən başqa şey deyim. Bax burada. Yəni Çini sən əgər deyirsən nümunə ki, kimi götürürsən. müharibədən başqa siyasi dəyişilmələr mümkün deyil. Bəli, siyasi dəyişilmələr bir forması hərbi müdaxilələrdir və müharibələrdir. Amma- İkincisi iqtisadi inkişafdır. Üçüncüsü daxili nə bilim 100 dənə səbəb Yox, var. Sərdar bəy, ticarətlə güya Çin hansı ölkədə dövlət çevriş elədi ki? Kim? Ticari ekspansiya ilə Çin hansı dövlətdə Axı dövlət çevrilə nə idi? Bir var, bax Rusiya torpaq istəyir. Amma Amerika torpaq istəmir. Mən sizin Çin məntiqinizi torpaq başa istəmir. düşürəm. Çin bazar istəyir. Deyir ki, mən gəlib orada o torpağı tutub oranı idarə edib əziyyət çəkincə, sən get oranı idarə elə, amma məndən asılı ol. Mən sən bazarı, sən məndən iqtisadiyyatdan asılı ol. Hansı ağıllıdır? İndi Sərdar Biri var bəy- gələ orada adam təyin eləyə, sabah o qalxa üsyan eləyə. Bir də var deyir qardaş, Bəyək Sultandan danışdı. Osmanlı imperiyasının, imperiya siyasətinin mahiyyəti bilsən nədən ibarətdir? Tutduğu ərazilərdə rejimi dəyişmə, xalqı dəyişmə. Sadəcə o baş xaraca oturt, denən get idarə et. Razıyam. İndi bir Çinlərin dənə siyasəti sual var. verim Sərdar bəy. Biz İrana dedik ki, 3+3 formatında bir ticari bir struktur yaradaq, hamı qazansın. İran gəlmir ora. İran razı deyil. İran razıdır, ora Gürcüstan razı deyil. Yəni, Gürcüstan dedi yox. ki, Rusiya mənim torpaqlamış. Ha, necə yox? Sərdar bəy- Rusiya dedi ki, belə Gürcüstan dedi ki, Rusiya mənim ərazilərimi işğal edib, mən onunla bir masada otura bilmərəm. Sərdar bəy, İranın özünün ətraf ölkələrə bir ticari ekspansiya siyasəti var. Biz onu poza bilmərik. Bunlar onların doktrinalarıdır. Niyə belədir də? Bax, mən Çünki Qədir biz bəy, mən o bazarı sizə- açsaq, o bizi tutacaq. Biz onu tuta bilməyəcəyik. Gəlin belə bir statistikada fikir verək də. Bu bölgədə Pakistandan sonra ən böyük dövlət İrandır. Təbii ki, iqtisadiyyatı Türkiyədən də böyükdür. böyükdür. Təkcə iqtisadi imkan, ərazisi böyükdür, Hər şey, əhalisi bütün- çoxdur, geopolitik durum. Bəli, bəli. Biz indi İrana laf düşmən olsaq belə, bunun bu üstünlüklərini göz ardı eləyə bilmərik Təbii ki. siyasət Mən reallıq demək vermir. istəyirəm Biz ki, İrana siz deyirsiniz ticari ekspansiya. eləməlidir Çinli nümunə. da. İran eləyəcək, onda bizi uduzacaq axı. Bizim Niyə mənafeyimiz nədən uyğun uduzuruq? deyil. Nədən Gələcək dediyiniz kimi onun ticari potensialı daha çoxdur. Azərbaycanın qurduğu bir ticari status quo var, Aha. iqtisadi status quo var, onu dağıdacaq, özününkünü yeridəcək. Onda İndi artıq bu gün- İranla buradan Yox, bağlı baxın, olacaq. Buradan bu gün bağlı olacaq. Azərbaycan Yəni boğazımızdan, mədəmizdən. Azərbaycan birinci öz daxili bazarını təmin etmək üçün düzgün siyasət aparmalıdır. Bunu aparmır. Təbii. Ona görə də göyərti də daxil olmaqla hər şeyi biz import edirik də, yəni xaricdən gətiririk, düzdürmü? Burada da seçim eləyir. Rusiyanın bəyən bizlə ticarəti, bizim suverenimizi təhdid eləmir. Eləyir. Bu zaten kimdən sən alver eləyirsən elə ticarət. Ticarətin arxasında bir dənə siyasi Təbii, mənəfi var, bilirsən də. Bəli. İndi biz tarazlaşdırıcı bir siyasət aparmalıyıq. Yəni Türkiyə ilə ticarət balansını düzgün qurmaq. Baxın Azərbaycan bu gün bilirsiniz Zarba ən böyük ticarət müttəfiqi kimdir? Kimdir? İtaliya, birinci yerdə. Birinci yerdə İtaliyadır. Bəli. Çox absurd Rusiya bir üçüncü şeydir. yerdən. Qonşularımız heç bir iştirak Heç eləmir. biri iştirak eləmir. Hə. İndi baxın, hətta rəqabət var. İndi İngiltərə istəyir rəqabət var. O neftə görə İngiltərənin də payı çoxdur. İranın orada payı o qədər çoxdur. 8 milyardına qədər dövriyyəmiz var İranla. Amma biz İranla hətta ziyanlı bir ticarətdə olsaq belə, Cənubi Azərbaycanlılar baxımından biz İranla münasibətləri həmişə yüksək saxlamalıyıq. İrandakı rejimin məqsədi Azərbaycanla münasibətləri pozmaqdır. Ona görə tez-tez bizə hədə qoyur. Sərdar, biz savaşmırıq axı Yox, İranla. mən İranla nə deyim, başqa yox, ölkələr biz savaşdıq, savaşmadıq. Biz sakit belə duraq, yenə də İranda bəzi dairələr Azərbaycanı düşmən elan edəcəklər. Niyə görə? Öz daxilindəki vəziyyətə görə. Təbii. 50 milyon Azərbaycan türkünə görə. İndi biz
də duraq İran kimi İranı düşmənçilik elədir. Onda elə İrandakı o şovinistlərin dediyini eləyirik. Sərdar bəy, bəs o 40 milyonu alətə çevirmək, yaxşı mənada sözün yaxşı. Yəni geopolitik, geostrateji alətə çevirmək üçün nə edirik biz?